Gəlin birinci, Onu elə biz dünən şimdi. yazdığımıza baxaq da bugün. Ha, üçüncü idi da. Yes. Hı hı. Sabah 4 yazdım. Gəlin baxaq. Sabaha 4-dür. Aha, gəlin ikincidən baxaq. Harda səhvləriniz olub? Nə baxaq? Bu hansıdır? Bir də mən onu deyərdiniz. Dünənki. 2, 16-cı kitab, test 3. 3, hə. Yes, Elə 16 bilim. test 3. Deməli. 5-i səhv yazmışam. 14, 17. Bu neçədir? İkinci parta baxırıq. 14, 17. Buradan səhv. 14. 2 dənə səhvimiz var, düzdür? Hı hı. Əla. 14, Nərmin xanım 17. sizdə? Aha, Nərmin xanım sizdə? Bir dəqiqə baxım. Niyə mən onu yapmamışam? Göndərib qrupa mən deyim. Dəqiqə. 14, Hazır. 15, 16, 17, 18, 20. Oy, ikinci. Tamamilə səhv olur. Okey. Tamam, gəlin baxaq. Nərmin xanım, siz özünüz deyin görüm. Nəyə baxmalıyıq buradan? Okey. Əvvəlcə burada disadvantages, disadvantages for people working outdoors. Aha. Onu işarələmək lazımdır. Increasing risk of. Burada risk of accidents işarələmək lazımdır. Very quiet location, quiet location'ı işarələmək lazımdır. Difficult weather conditions. Weather conditions işarələmək olar. Məsələn, deyə bilər ki, hava soyuq idi, isti idi falan, belə bir şey danışa bilər. Cost of housing, level of physical fitness. Orada physical fitness işarələmək lazım. Bizə lazımdır ki, bu çöldə işləməyin mənfiləri nədir? Ya aksident baş verir, qəza baş verir, ya çox sakit yerdə olurlar, hava təsir eləyir onlara, qiymətlər bahadır, evin qiymətləri və yaxud da ki, fiziki güc tələb eləyir. Bəli, mən Yes. sadəcə cost of housing yazmışdım. Amma sən demə orada cost of başqa şey, nəsə qalxdığın deyirdi, sağlamlığın deyirdi, nə deyirdi də. Elə bir oje mən orasını keçmişdim, deyə onu götürmüşdüm məcbur. Ona görə biri səhv getmişdim mən. Aha. İndi biz o hissəyə baxacağıq. Bəs birinci sualda nə istəyir bizdən? Main advance of working agriculture and horticulture sectors. Yəni bu agriculture işləməyin əsas üstünlükləri. Aşağıda bizdən disadvantages istəyir, burada isə üstünlüyü. Ya aktiv həyat tərzləri olur, above average salaries, yəni maaşları yuxarı olur, düzdür? Flexible Yes. working opportunities. Flexible nə deməkdir? Flexible, necə deyim, rahat da, yəni Dəyişkən də yəni. Dəyişkən, dəyişkən. Bəli. yes, iş şərtləri dəyişkən olur. Oversee, nə deməkdir oversee? Turist də. No. Oversea kənar deyil. Abroad, yeah, Hə, abroad, xaric. kənarda, yəni xaric Yes, bəli. xaric, Oversea. yes. Mən niyə onu? Oversee, yes, Hep xaric. kənar kimi yadımda qalmışdı kənar. Bu kənarda məsələn, I want to travel oversea deyə bilərik, yes. The chance to be in natural environment və bu da bizim üçün bir sinonimdir, keywordsdur. Gəlin qulaq Dünən asaq. yazdığımızda, indi bildim. Sizin burada çox səhviniz çıxmışdı, 29 yazmışsınız o. Kimdən qulaq asaq? Evet. Of working in the My name's Megan Baker, and I'm a recruitment consultant at AVT Recruitment Specialists. Now, our company specialises in positions that involve working in the agriculture and horticulture sectors. So that's fresh food production, garden and park maintenance, and so on. And these sectors do provide some very special career opportunities. For a start, they often offer opportunities for those who don't want to be stuck with a 40-hour week, but need to juggle work with other responsibilities, such as childcare. And this is very important for many of our recruits. Some people like Hansı opportunitydən danışdı? Hansı iş? opportunity'dən? Yeah, bir də qoyuram. agriculture and horticulture sectors. So that's fresh food production, garden and park maintenance, and so on. And these sectors do provide some very special career opportunities. For a start, they often offer opportunities for those who don't want to be stuck with a 40-hour week, but need to juggle work with other responsibilities, such as childcare. And this is very important for many of our recruits. Yeah. Some people like working in a rural setting, surrounded by plants and trees instead of buildings, although we can't guarantee that.
but there are certainly health benefits. Okay, natural environment üçün nə dedi? We can't guarantee. İlki garanti eləyə bilmirik də onu. Yes. Especially in jobs where you're not sitting all day looking at a screen, a big plus for many people. Salaries, Kim üçün yaxşıdır? Ekran qarşısında Aktiv həyat oturanlar. istəyənlər Yes. üçün yaxşıdır. Kim bəli. ki Ah, kompüter qarşısında active lifestyle. Bu working opportunities eşitdirmi? Career opportunities. bəli. Yes, career opportunities sonradan eşit. Deməli bunu da dedi, atdıq bunu səhvdir. B ilə D arasında qalmışıq. sometimes be good too, although there's a lot of variety here. And you may have the opportunity in some types of jobs for travel overseas, although that obviously depends on the job, and not everyone is keen to do it. Hər adama gəlmir. Hər adam üçün deyil işləməsində. Yeah. Başa düşdükmü buranı? Yeah. Nərmin xanım siz də başa düşdünüz? Bəli, mən buna baxmışdım, az yadımdadır. Dünən Gəl. baxdım. Yəni 13-14-də baxaq. Of course, working outdoors does have its challenges. It's fine in summer, but can be extremely unpleasant when it's cold and windy. You may need to be pretty fit for some jobs, though with modern technology, that's not as important as it once was. And standards of health and safety are much higher now than they used to be, so there are fewer work-related accidents. But if you like a Work accidents nə olur? Fewer. Daha azdır. Bəli. A gətirərikmi? Şey. Hə. Amma Ceyni dedi, siz deyəsən eşitmədiniz. Orada dedi ki, yayda yaxşıdır, lakin qışda çox sərt. Yes, weather conditions, yeah. lively city environment surrounded by lots of people, these jobs are probably not for you. They're often in pretty remote areas. And some people worry about finding a suitable place to live, but in our experience, this usually turns out fine. No, bir dəqiqə. Deydi ki, kimlər ki, yəni rural areada yaşamaq istəmir, onlar üçün pisdir. Bu rural areada yaşayır, yəni B olmalıdır. Very 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 quiet quiet location. location. Yeah. Bir də qoyum o hissəyə. That's not as important as it once was. And standards of health and safety are much higher now than they used to be, so there are fewer work-related accidents. But if you like a lively city environment surrounded by lots of people, these jobs are probably not for you. Deməli şəhər həyatını istəyirsənsə bu sənin üçün uyğun deyil. Yəni sakit yerə deyir də yəqin. Yes. In pretty remote areas. Yeah. And some people worry about finding a suitable place. İndi buna baxaq. Not a permanent job. Permanent nə deməkdir? Qalıcı. Qalıcı. Həmişə Hansısa qalıcı iş deyil. Involves leading a team. Qrupla işləmək, qrupda rəhbərlik eləmək daha doğrusu var bu işin içində. Təcrübədə amma vacib deyil. Vacib deyil. Not essential, yes. Intensive work nə deməkdir sizcə? Çətin işdir, amma əyləncəlidir. Yəni intensiv, sürətli də. Sürətli, çox sürətli və çətin işdir, amma yenə də əyləncəlidir. But also fun, yes. Orada deməli entertainment sözündən falan istifadə edə bilər ki, fun'ı bilək. Just earn more through overtime, daha çox qazana bilərik, yes. Rapid promotion, what means promotion? Sürətli qalxma, yəni reklam kimi. Yes, işdə daha çox career opportunities daha çox ola bilər. Accommodation available. Accommodation nə deməkdir? Bina, yaşayış məkani. Yaşayış deməli təmin olunur. Local travel involved. Yəni bura daxil Səyahətdə inkişaf. Yox, No, səyahət də daxil. Involved bura daxil demək. Yes. bu daxildir ora. Bura yəni local travel da daxildir. Burada kimi Nərmin xanımın çox səhv olmuş, düzdür? Heading Bəli, məndə bir də 17-də var. bir də 17. Nərmin xanımdan hansılar idi? Çox idi deyəsən. Burada daha çox idi, mən də səhv eləmirəmsə, yenidən İndi- baxım. Burada siz deyirsiniz bizə, oldu mu? Okay. Live. Now, let me tell you about some of the exciting jobs that we have on our books right now. One is for a fresh food commercial manager. Our client here is a very large fresh food producer, supplying a range of top supermarkets. They operate in a very fast-paced environment Fast. with low profit margins. The staff there work hard, but they play hard as well. So if you've a sociable personality, this may be for you. Hansı olar sizcə?
fast, sürətli işləyirlər, amma sosial insansansa sənin üçün daha yaxşı olar. Yəni Bəli, deyilmi? Nərmin xanım desin, çünki o səhv yazmışdı. Səsi bağlayıb sərdən danışım. Intensive work but also fun'dur burada cavab. Mən amma fast'i eşidib birinci eşidən kimi yazmışam rapid promotion. Mən də Yəni belə uyğun yazmışdım. Sonra olaraq orada elə. No, Point başqa farklıdır. şeydir. O mən şeylə gedim o Promotion hə işdə yüksəliş deməkdir. Mən prosta ona baxmadım. Eləcə rapid'i gördüm. Fast eşitdim rapid. Всё. Səhvləriniz diqqətsizlikdən gəlir. Diqqətli baxmalısınız, anlamalısınız ki, nə istəyirlər, nə istədiklərini biriniz yaxşı başa düşməliyik. We have an exciting post as an agronomist, advising farmers on issues such as crop nutrition, protection against pests, and the latest legislation on farming and agricultural practices. There are good opportunities for the right person to quickly make their way up the career ladder. Career Yes. Burcu Career-lərdə budur. Bəli. bu Rapid promotion. Əslində bunlar çətin deyil. Diqqətli olmalısınız. Yəni mən fikir verirəm, ya sualdakı əsasən sualda sizə nə istənilir, onu tam başa düşmürsüz deyə səhv edirsiniz. Tam başa düşəndən sonra rahat olur. Okay, 3-ə baxaq. A deep knowledge of the agricultural sector is expected of applicants. A leading supermarket is looking for a fresh produce buyer who is available for a 12-month maternity cover contract. You need to have Contract. experience in administration, You need to experience an administration, but planning and buying in the fresh produce industry, yeah. and in return will receive a very competitive salary. We have also received a request for a sales manager for a chain of garden centres. Onda You will- o da bizə nə olar sizcə? Burada bir hissəni eşitdiniz mi hissəyə? Əsas detay. Bir də In administration, planning and buying in the fresh produce industry, and in return will receive a very competitive salary. No. We have also received bu hissəyə qoyacağam. Əsas cavab but a deep knowledge of the agricultural sector is expected of applicants. A leading supermarket is looking for a fresh produce buyer who is available for a 12-month maternity cover contract. You need to have experience in administration, planning and buying in the fresh produce industry, and in return will receive a very competitive salary. We have also received a request for a sales manager. not a permanent job, qalıcı iş deyil də. Çünki Mən geri deyir tərəfə 12 getdi. aylıqdır maternity contract deyirsiniz. Aha, kontrakt bağlayırıqsa deməli burada nəsə Change a chance to earn more through overtime. Yox. no Deyir ki 12 No. aylıq. verdi bizə, vaxt verdi. Dəyişirsə əgər lütfən baxın. Qalıcı deyil. Not a permanent job. Bəli. Yes, sədə dəyişirsə qalıcı deyil. Mən permanent görüb not a permanent. Yes. Yeah, not a permanent yeah. Sonra baxaq. Garden. For a chain of garden centres. You will be visiting centres in the region to ensure their high levels of customer service are maintained. This post is only suitable for someone who is prepared to live in the region. There is also a vacancy for a tree technician to carry out tree cutting, forestry and conservation work. Garden. And this post is only suitable for someone who is prepared to live in the region. Bu kim üçündür? Özünü hazırlayıb ki, artıq neynəsin? Regionu tərk eləsin. Yes. Nə olacaq onda? Local travel involved. Local travel. Yox, bir dənə yuxarı bir dənə baxım o birisi optionlara da. Yes, əslində yes. Region dedirsə local travel. Yes. Yeah, local travel. Aha, ardına baxaq. There's also a vacancy for a tree technician to carry out tree cutting, forestry and conservation work. Candidates must have a clean driving licence and have training in safety procedures. A year's experience would be preferred, but the company might be prepared to consider someone who has just completed an appropriate training course. Finally, we have a position Deməli, nə verəcəklər? Kurs verəcəklər. Təcrübə istəyirlərmi? Not essential.
Yes. Experience. Onu eşitmişdim. Bir tane 30 idi. Ya, o ya bu C'dir. Bunu nə qoyduq? Age ya. Age. Yes. Axırıncıya baxaq. A farm worker. This will involve a wide range of farm duties, including crop sowing and harvesting, machine maintenance, and animal care. Perks of the job include the possibility of renting a small cottage on the estate and the chance to earn a competitive salary. A driving license. Nə dedi? Nə verəcəklər? Cottage verəcəklər. Cottage nə sayılır? Yes. Accommodation. Ya. Ya, okey. Gəlin part 3-ə baxaq. Burada da səhvlər olub yəqin ki. Bəli. Hansılardaydı səhvlər? Eğer burada deyəsən şöyle batıp bir baxım. Məndə işte 22, 23, 27, 29, 22, 23, 27, 29. 21, 23 məndə. 27, 28, 29. Ya hamısına baxaq o zaman. Okey. Gəlin baxaq görə nə istəyir bizdən. Adam make about his experiment on artificial sweeteners, ya. Yes. The result were that we had. Bizə nə lazımdır? Onun nəyə fikir verib? Hə. Adam əsas bu eksperimentinə nəyə fikir verib? Ya rezulta fikir verib. Hansı ki gözləyirdi bu nəticəni. He had predicted, yes. Gözləyirdi və o nəticəyə nə bağlı nəsə idi. Qurması asan da olan bir təcrübəsi var imiş. Eksperimenti. A large sample of people was tested. Nə qədər insan, çox adam deməli deyir ki, testdən keçirilib, düzdür? Orada verilə bilər ya az, bizi çaşdırmaq üçün də fewer falan da istifadə edə bilərlər. Ya da əməli başlı large, more falan qoyacaqlar ya da most. The subjects were unaware of what they were drinking. Söhbət nə imiş? Nədən gedirmiş? Nərmin xanım, bunun tərcüməsi nədir? Unaware-da yəni məlumatları yox idi. Onlar nə içdiklərindən. The test was repeated several times for each person. Hər insan üçün bir neçə dəfə təkrarlanıb test. Yes. Fikir verəcək ki, nədir? 23-24-də baxaq. Burada nəyə fikir verərik Elvira xanım? Aha, deyir ki Rosie measuring of fat content of nut. Nutın kök. Nutın fat content yağı. Yağ, yes. Fındıqdakı yağın ölçülməsi ilə bağlı hansı problem olub? İki problem. Bizə lazımdır problem. Yağ, Aha. Used wrong sort. Yəni ki yanlış növ nutdan istifadə edib də. Inserable chemicals, unsuitable yəni uyğunsuz chemicallar. Didn't grind. green. Grind nədir bilməmişdim əslində. Finally enough kifayət qədər deyildi. Məlumat yaxşı deyil, yəni düzgün deyil. Yanlış idi. Nəticə. Yes, finally. Yeah, yes. Correct. Şkalası, çəkil şkalası düzgün deyildi, unsuitable. Yeah. Green bilirsiniz nədir? Xırda-xırda doğrayırlar ya onun. Grind, nəysə doğrayırsınız, döyəcləyirsiniz, çaykadan falan da keçirirlər. Bax o. Grind. Xırda hissələrə bölmək, üyütmək. Yadıma düşdü. Yes, grind üyütməkdir, yes. Gəlin baxaq. Mənə deyəsə yox cavabı gəlib. Çünki cavab çıxmayıbsa, o deməkdir ki, yoxdur. Hiss eləmişdim, of. Nəysə. Necə yəni? Bəzi gələr, bilmək olmaz. Səbirli olun, hələ bir-iki günə görə. Yox, qrupa yazıblar, gördüm mesajı. Hamıda çıxıb ki, Yox, 1 saat keçdi üstündən. 1 saat hamı 50 nəfər seçilməlidir. 50 nəfər. Seçilib 50 nəfər. Yəni çox adama gəlib də indi bəzilərini qrupa yazıblar da. Görürəm burada gəlir və mən düşünürəm ki, onsuz hiss eləmişdim ki, ixtisasımla əlaqəli nəsə bir şey olacaq, amma şirkət deyir ki, yox olmayacaq. Gərək siz biri düşünürdünüzsə ki, sizin ixtisasınıza uyğun deyil, ora heç gitməzdiniz bəlkə də. Amma istəyirəm axı mən ora Siz getmək. oranı sevirsiniz deyə. Onda gərək ya da Mən dilim belə öyrənirəm də onun, o cür çətin dili belə öyrənirəm. Konfrans Çinə. Mən Yapon dilini sevən eşitmişdim, amma Çin yox. Çin dilini mən çox xoşlayıram və öyrənirəm də. Yapon dilini, Koreya dilinə çox bağlıyam. Başlayanlar var. Mən düşünürəm ki, əgər cavab indi gəlməyibsə, bir dənə də baxacağam son olaraq portalıma. O deməkdir ki, gəlməyəcək. Gəlməyib. Mən elə düşünürəm. Yəni bilsiz Daha necədir? yaxşısı olar, başqa ölkə seçsəz sizin üçün daha yaxşı olar, bilmək olmaz.
Eliş adamı uşaqlıqdan çəkən o hisslər olur. Yox, niyə travel eləyərdi? Ora nə dəxli var? Gərək Hə, oxusun, Bəlkə travel yaşamaq istəyir. Mən yaşamaq üçün Orada yaşayıb qayıtmaq fikriniz var idi oxuyub qutarandan sonra. Yox, orada yaşamaq istəyirdim mən. Daxili təqaüd də var da. Bilirsiniz necədir? Mən düşündüm ki, onlar nə qədər adam başvurmuşdu ora? 160 neçə etsə Çinə başvurmuşdu və 50 nəfər seçilməlidir maksimum. Mən düşündüm ki, onlar kimyaçılar qalarkən, iqtisadçılar qalarkən ingilis müəllimi göndərməzlər. Və bunu şirkətə dedim. Dedilər orada elə bir şey yoxdur. Hər kəsin cavabı üstünə asılıdır. Cavabı qaldıqda dostumdan yaxşı cavab mən vermişəm də. Dostum, yəni çox sualı, dünya görüşündən bəzi suallar bilməyib falan. Mən hamısına cavab vermişdim. Bir dənə sizə dedim ki, mufrazoloji birləşmə, o da cavabımı verdim də susmamışam yəni. Bilmirəm deməmişəm. Danışmışam. Bilmirəm nə olacaq. Belə. Yəni mən ixtisasa görə düşünmüşəm. Xeylisi. Xeyirlisi həqiqətən Tek bu deyil ki, bunun daxili təqaüdü də vardı onsuz da. Hə, daxil təqaüdündən olsa bəs Bəli, nətər? də onsuz dövlət təqaüdü daha çox Orada bir dənə tələbat olur. hə, burada bir dənə öz daxili təqaüddə yol pulunu ödəməliyəm də. Qalan şey onlar ödəyirlər. Stipendiyasına qədər. Bir dənə burada yol pulunu ödəməliyəm. Belə bir şeydir. Daxili təqaüd. Əslində yəni o da o qədər də pis deyil də, düşünürəm ki, yəni Təbii yaxşıdır. ki, İnşallah o alınır. xeyirlisi. Hələ ki cavab gəlməyib və qrupa baxıram, insanlar yazırlar ki, burada bir gəlir də bilirsə deyirlər da gəlmirsə gəlmir deməkdir də. Mən hiss eləmiş 1 saat içində axı yavaş-yavaş göndərməzlər. 50 dənə adam, 500 dənə adam deyil ki, Hmm. belə. Bəs bir dənə sual verəcəm. Sizin bank hesabınızda müəyyən qədər məbləğ olmalıdır Çində oxumaq üçün. HTP üçün istəməyiblər, daxil təqaüdü bilmirəm. Məncə yox. Çində ol elür. Çünki mənim əmim oğlu bakalavr orada oxumaq istəyir. Çox deməyiblər 22 min. Çox deməyiblər nəyə görə deyirəm ki, çox deməyiblər. Yox, Avropa olsun, nə bilim başqa ölkələr çox dəhşət çox demişdi. Ona görə biz o Çin istədi də, sonra dəyişdi fikrini. Yəni Almaniya bəlkə də 40 mindən yuxarı deyil. Yəni çox istəyirlər. HTP Bank hesabında olmalı olan məbləği deyirəm. Oradan istəmirlər. Yəni ki, bunu mənə ver. Amma Çin ən az deyən olub. Ona görə soruşdum. məndən HTP üçün istəmirlər. Yəqin daxil təqaüdə müraciət eləyəndə istəyəcəklər. Ola bilər. O da ola bilər. Aha. Gəlin baxaq. Deməli, nə Okay, Rosie, shall we try to get some ideas together for our presentation on diet and obesity? Sure. I can talk about the experiment I did to see if people can tell the difference between real sugar and artificial sweeteners. Where you gave people drinks with either sugar or artificial sweeteners, and they had to say which they thought it was. Yeah, it took me ages to decide exactly how I'd organize it, especially how I could make sure that people didn't know which drink I was giving them. Nəyin cavabını It was hard to keep track Didn't know. Didn't know, unaware. We get there. of it all, especially as I had so many people doing it. I had to make sure I kept a proper So many people doing it. Hə, Nəymiş? burada large deyir də yəni. Yes. Cavabları bizə dedi. Hard simple. Ardına baxaq. each person had had. Bizdən sonra nə? So, did most people tell the difference? Yeah, I hadn't thought that they would be able to, but most people could. Then there's that experiment I did, measuring the fat content of nuts Yeah. to see if the nutritional information given on the packet was accurate. The one where you ground up the Was accurate. Uyğun idi, düzdür. Bizə nə deyir? Incorrect. Bunu götürə Incorrect. bilərik. Xeyr. Bunu atdıq. and mixed them with a chemical to absorb the fat. Yes, my results were a bit problematic. The fat content for that type of nut seemed much lower than it said on the package. But I reckon the package information. Çəkisi lower, daha Lower-dan. aşağı olub. Deməli nə olub burada? Uyğun deyil də, incorrect. Yes, weighing scales may have Unsuitable. been. Yeah. Right. I think I should probably have ground up the nuts more than I did. It's possible that the scales for weighing the fat weren't accurate enough too. Səbəb nə imiş? O nə edib ki? More than I did. Yes, çox üyütməyib ki, çəki orada aşağı gəlib. C, ona C. Yes, she did not grind the nuts finely enough. Yeah. Sizin burada harda nə səhviniz çıxmışdı ki? Nə idi ki sizin başa düşmədiyiniz hissə? Neydi? Məndə
22-də elə bil ki mən 22-də şeyi götürməmişdim, D-ni götürməmişdim də. O birisində də Axı ilk dəfədən dedi ona did it now. Siz nə Y-ni götürmüşdünüz yazmışım. onun əvəzinə? D-nin əvəzinə götürmüsünüz? Mən orada CD yazmışım. Yox, CD Yox. cavabdır. Bir dəqiqə. Y, D yazmışım. Y. Hər adam üçün təkrarlandı. Bəli, mən ondan sonra açdım transkriptlə baxdım, gördüm ki, hər adam söhbəti yoxdur. Prosta ki, eşitməmişdim. Bu Oradan not da given'dır ya. saxladım. Diqqətli olmalıyıq ki, anava edən kimi uşa nəsə məlumat yoxdur. Bəs Nərmin xanım sizdə Məndə 22 düzdür, 21 səhvdir. Bir də 24 düzdür, 23 səhvdir. Biri düz, biri səhv Məndə gedib də ikisində də. məndə də elə. okey, burada nəyi yazıb, nəyi yazmamısınız? Burada C-ni yazmışam, amma yenə Elvira kimi D-ni yazmamışdım. Amma siz Onun yerinə eşitdiniz bir də cavab atmışdım. Yes, mən eşitdim indi. The result would have had predicted falan belə bir şey yazmışdım. Nəsə expected gözlənildi. bir şey eşitmişdim, nəsə eşitmişdim deyəsən. Amma burada indi onu eşitmədim. Baxaq görək hansı hissəni deyirsiniz siz. Bəlkə də Then there's that I can talk about the experiment I did to see if people can tell the difference between real sugar and artificial sweeteners. where you gave people drinks with either sugar or artificial sweeteners, and they had to say which they thought it was. Yeah, it took me ages to decide exactly how I'd organize it, especially how I could make sure that people didn't know which drink I was giving them. It was hard to keep track of it all, especially as I had so many people doing it. I had to make sure I kept a proper record of what each person had had. So, could most people tell the difference? Yeah, Görürsüz burada deyir mən etməli idim, amma etməyib. I had to. Bu Elvira xanımın yazdığı. Təkrarlamayıb. Deyir mən etməli idim. Deməli etməyib ki, deyir etməli idim. Expected eşitmədim mən də. mən də eşitmədim. Mən bilmirəm, bəlkə də onu qarışdırdım indi o cavabı. Nəsə axır A yazmışdım, bilmirəm. İndi başa düşdünüz mü niyə dedi? Bəli, Ya. bəli. 23-24-də nə idisə? Mən deyəsən burada 23 səhvdir. 23 hansıydı? Burada AC yazmışam mən. A, C-ni düz yazmısınız. A, wrong sordu. Bununla danışdı mı? Sadəcə Yox. dedi ki, mən sadəcə çox üyütməmişəm. Bəs Nərmin xanım da? cavabı bilmirəm nə yazmışam, amma 24 düzdür. İkinci yazdığımız E deyəsən düz idi. Way scales might have suitable. Onu düz yazmışdım. Amma deyəsən Y yazdığım cavabı yox, B yazmışdım. B-Y. Choose and set for chemicaldan danışmadıq. Suitable, hə, chemical-la Unsuitable yazmışdım. ya, chemical. Siz danışılmayan hissəni necə orada eşitmisiniz? Nə bilim, elə atmışam, yəni onu eşitmişəm deyə bilmərəm. Tamam, gəl 25-ə baxaq. Adam suggests that restaurants could reduce obesity if their menularında neynəsələr obezite azalır. Hə, onu bilirdim. Orada were organized a particular way. Yox. Menyuları düzgün sıralamadan falan danışırdı. Deyirdi ki, əvvəldə bir də axırda low kaloriləri qoysalar. Yes, bunu düz yazmısınız. Onda. Bəli. Mhm. Onda belə yazaq 26-ya keçək. The students agree that baxın, agree. İkisində razılaşdıq lazımdır. Food manufacturers deliberately nə deməkdir? Qəsdən. Ya, bəs şuursuz şəkildə Unconsciously. Unconsciously. qəsdən deməli food manufacturerlar nə edir? Make calorie counts hard to understand. Kalorini başa düşməmək üçün çətinləşdirir. Bəli, məncə elə buydu cavab. Deyəsən bunu. Mən yazmışdım, bunu da düz yazmışdım deyəsən. Fail to provide accurate calories counts. Yəni uğursuzluqla nəticələnən onların yazdığı kalori countlar, sayı yəni. Use ineffective methods to reduce calories. Deməli, bu kalorini Elə azalt. A da orada cavab A idi. Okay, bunu da düz yazmısınız. Onda gəlin 27-yə baxaq. Bəli. Aha. What does Rosie say about levels of exercise in England? Lazımdır bizə nə? Levels of exercise in England. Rosie o haqqda nə deyir? Deməli, recommendation orada çox azdır. Yes, tövsiyə oluna biləcək çox azdır. Most people overestimated how much deydi. Overestimated nə deməkdir? Over söz. Artıq qiymətləndirilir də, yəni. Yes. Təxmin olunur artıq qiymət. Bəs aşağı qiymətləndirmə nədir? Bilirəm. Bir dəqiqə underestimate. Yeah, underestimated. Artıq Yeah. Çox insan neyinir? Etdiklərini çox belə yüksək qiymətləndirirlər. Yes. And woman now exercise more. Burada müqayisə dərəcəsi. Böyük ehtimalla bu olmaz müqayisə. Yenə baxarıq. Oldu mu? 28-ə nə istəyirsən, Nərmin xanım? Adamın deməli deyir ki, location situation illustrated. Practical change
Praktik dəyişiklikləri göstərir, hansı ki, bu təsir edə bilər insanların davranışlarına. Kömək metodlarıdır. İnsanların kömək metodları da hansı ki, kim ki var onların mobility problems. Mobility nədir? Hərəkətlilik problemləri. Hərəkətli. Yes. And ways of preventing accidents. Qəzaların qorunma yolları. Controlling crowd movement. Qarşısını alır. Çoxlu yer, bəli, səs-küylü, insan olan çox yerdə, qarışıq yerlərdə, hərəkətlərdə daha doğrusu. Kontrol edərək Yes. qəzaların baş verməsinin qarşısının alınması. Methods of helping people, yeah. Hansına danışır bilmirik. Practical change Yes. people's behavior, yeah. Okay. Adam refers to the location and width of stairs in a train station to illustrate. Bizə bu lazımdır. Width nə deməkdir? Yazmışdım lüğətə. Width. Genişliği. Geniş. Uzunluq nədir? Length. Length, yeah, lengths, yeah, long lengths olur. Uzunluq. What do students agree about, including reference to Çok exercise in önemli. their presentation? Nə ilə razıdırlar? Exercise in their presentation. Bəli, mən də Ya səhv bu işi yarımçıq qoymalılar, tərk eləməlidirlər. They should probably leave it out. They need to do more research, ya çox araşdırma eləməlidirlər. Və yaxud da ki, tutorları ilə bunu müzakirə etməlidirlər. Müzakirə etməlidir. Yes, fikir verəcək ki, nədir? What are the students going to the next for their presentation? Növbəti prezentasiyaları üçün nə edəcəklər? Bizə Slaydlar hazırlamaq. Deyəsən nə cavab idi, onu yazmışdım. ya da ki, find out how long. Baxmalıdırlar ki, başa düşmədilər ki, onlarda nə qədər var məlumatlarda. Yes. Və decides on its content and organization. Bunun haqqında qərar verməlidirlər. Qərara gəlməlidirlər. Ya. Can 27-dən başlayaq. Now listen and answer. Food manufacturers could do more to encourage healthy eating. How? Well, If you look at the amount of calories in a pizza, right. In England, the current guidelines offer at least 30 minutes of brisk walking 5 days a week. Yeah. Now, when you ask them, about 40% of men and 30% of women say they do this. But when you objectively measure the amount of walking they do with motion sensors, you find that only 6% of men and 4% of women do the recommended. Deməli 6-4 C variantı olmaz. Çünki Əksinə deyirik. Əksinə mən daha çoxdur. yes, C-ni atdı. Çünki özləri öz elədiklərini daha çox qiymətləndirirlər. Olmalıdır. Yeah, onu dedi, onsuz da faiz olaraq deyir ki, bunlar belə düşünürlər, amma reallıq başqadır. Yes. Onda olar. Exercise. so you can see why obesity is growing. So, how can people be encouraged to take more exercise? Well, for example, think of the location of stairs in a Rose'un dediydi. Bizə Rose'un dediyi lazım idi. Bizə oğlan dediklər lazım deyil ha. Bizi çaşdıran hissələr bunlardır. Söhbət sualı kimin tərəfinə, kim üçün verirlər? Rose üçün. Bizə Rose'un fikirləri önəmlidir, o birilərin yox. Burada indi oğlan danışacaq. If people reach the stairs before they reach the escalator when they're leaving the station, Yeah. they're more likely to take the stairs. And if you increase the width of the stairs, Yeah. you'll get more people using them at the same time. Eyni anda başqa insanlar da bunun kimi eləyəcək. İstifadə edə Evet. biləcəklər. Nə olmuş olacaq? Davranışlar təsir edəcək də, insan davranışlarını təsir edəcək. Görürsünüz, dolayı yolla verir artıq cavabı. Dolayı yolla. Buraları səhv yazmışdınız, Nərmin xanım. Nə başa düşmüşdünüz bəs orada siz? Dolayı yolla deyilən heç bir cavabı başa düşmədiyim üçün yaza bilməmişdim. Baxın, onu tərcümə eləyin də beyninizdə parafraz eləyin. Parafrazla ki, yaxşı bacarırsınız. Oldu mu? Parafraz eləyin onu. Gecə 29-a. It's an unconscious process and influenced by minor Unconscious process, yes. Yəni, məntiqsiz. Şuursuz şəkildə. Orada deyir də, Patience. şuursuz şəkildə insanlar eləyəcəklər artıq bunu davam edəcək. Yeah. Yine buna in their environment. Right. And it might not be a big change, but if it happens every day, it all adds up. Yes. But actually, I'm not sure if we should be talking about exercise in our presentation. Well, we've done quite a bit of reading about it. I know, but it's going to mean we have a very wide focus. deyir biz onsuz da geniş yerə fokuslamışıq. Oxumağa ehtiyac varmı research-a? Şey, Okay. Yine A-nın C arasında qalmışıq. Our tutor did say that we need to focus on causes and solutions in terms of nutrition. Oh, I suppose so. And we've got plenty of information about that. Okay, well, that will be simpler.
So, what shall we do now? We've still got half an hour before our next lecture. Deməli bunlar nə etdilər onda? Bu mövzu nə etdilər? Çıxartdılar. Ya, Ki sadələşsin. Leave out, yes. ya. Və ən axırıncısı Let's think about what we're going to include and what will go where. Then we can decide what slides we need. Okay, fine. What slides we need? Onu sonra deyəcəklər. Baxmalıyıq ki, hansı slayda ehtiyacımız var. Prepare edemir ha. Onda nə edəcəklər? Nəyə fikir verir sonra hansı slaytlara ehtiyacları olduqlarını deyəcəklər. Bir də qoy. Decide on its content and content. organization. Ya. Əslində bu çətin deyilmiş. Sadəcə diqqətli olmaq lazımdır. Nərmin xanım, siz əlavə listinqlərə mütləq qulaq. İkiniz də qulaq assınız yaxşıdır. Əlavə listinqlərə qulaq asın ki, o dolayı yoluna verilən hissənin tam başa düşəsiz. Əlavə listinqlərini möhkəmləndirək onu. Oldu mu? Gəlin 4-ə baxaq. 4-də səhv varmı? Məndə Bir dənə idi, bir dənə. Ona Bax- baxmışam, əslində ehtiyac yoxdur. Aha. Elvar xan, bəs sizdə? Mən də baxmışam. Bir dənə axırda 38 səhv yazmışam. Yox, daha doğrusu 39 səhv yazmışam. 40-da da ship sözünü 2 dənə double e yazmaq əvəzinə I ilə götürüb yazmışam shipping. Gəmiz. Ay. Yes. Mən. 39 bəs başa düşmüsüz? Yes, music. Yox, style idi, yox, music nədir? Nighting. Nighting nə deməkdir? Toxuma. Knitting, toxuma. Ya. Onda 2 dənəsindən yes 20 olmalıdır bizdə ya. Gəlin readingimizə baxaq. Amma sürətli getməliyik reading Başa oldu. bəla oldu da dinə. Həqiqətən headingslərinin bir dənəsi var idi. Birincini düz yazmısınız, birinci mətni. Nərmin xanım, Yes, please. burada da buna baxmışam, hamısına baxmışam bunların. Çox asan idi. Burada əslində iki dənə səhvim var idi, düzdür. Prosta baxdım da çox mənasız səhvlər idi, başa düşdüm. Heç ehtiyac yoxdur, istəyirsinizsə buna tez-tez baxaq, amma Elvira belə xanım demək. da başa Elvira xanım da başa düşübsə, Dəqiqən. Mən burada underwater nəsə sual varmı? Biz ona baxaq. 9-cu sual. 9 Okay. Broad. Evet. Unlike warships, merchant ships had a broad. 12 ilə 9 səhv yazmışam. 2 9 merchant ships. Merchant kim idi? Tacir. Tacir. Tacir gəmiləri had a broad nəsə geniş nəsə var imiş. Geniş neysə var idi. Tacir gəmiləri harda verilib baxaq. Aşağı. Biraz aşağılarda warships var. Birdən baxın burada. Bura Yox, var. çox getdizə məncə. Deyə burada. Hə, yox, bilmə burada deyil. Biraz da get. Orada sırf deyil, onlardan fərqli olaraq onun üçün nə deyəsən. Underwater sözünün aldım. V nəsə bir şey. Biraz da getin görək. Bu just like-dır. İnkar hanı? Yox. Yox, el işi çox getdi. Biraz yuxarı qaldırın. Baxın. Just And like they- warships they merchant shaped. ships use but Hı. coordinating, yeah. V-shaped olan. Deydi V-shaped var Onun yanında V-shaped hull was deep underwater. Həmin abzasda yuxarısında. Deyək ki, unlike warships. Baxın, o cümlə ilə unlike-dan başlayır, ona görə də. Yuxarıda, yuxarıda. I see. Way-shaped hull was deep underwater. Hull, deep underwater. Deməli bu suyun dərin hull. Gəminin gövdəsi deyilmi? Gəminin gövdəsi. Bilmədim nədir, amma elə Gəminin gövdə hissəsi suyun gələn o altında idi. qalır. Suyun Mənasını altında qalır. bilmirəm. Yes. Yes. Gəminin gövdə hissəsi suyun altında qalır. Nə demək istəyir? V formasında olur, suyun altında qalır. Mənası da o deməkdir ki, close the coast. Sahilə çox yaxın keçə bilməzlər də. Bizə nə istəyir? Hadi broad geniş nəyi var? Mən tapabilirdim underwater yazmışam. Lay for the below aşağıdadır. Nə aşağıdaydı? Bu, yes, suyun altında qalan hissəsi odur da. Yes. Bir də 12 idi. Quantities of 12. agriculture goods such as. Burada keyfiyyətlərindən birini saymaq lazımdır. Such as. Ona Yes. baxmaq lazımdır. Were transported by merchant. Aynen gedərsə. Hansı ki, özü merchantlar tərəfindən Agriculture transport olunur. products var mötərizənin içində yazıb green. Egypt'in olan. Yes, the grain from Egypt. Ya bura? Orada elə example kimi verib, such as the example-la anlaşdım. Bunu nə yazamamız Gelbir xan? Mən bilmədim ki, o olar cavab. Nə yazmışdın? Cavabı yazmışam material.
Bilirəm ki, onsuz da Hə, goodsla material sinonimdir, amma tapa bilməmişdim. Niyə yazmışdım? Məcbur. Yəni tapa bilmədim. Baxın cümləni tərcümə eləyək. The cargo yük deməkdir. On merchant ships included raw materials, yes, and agriculture products. Bizə nə istəyir? Quantities of agriculture goods. Baxın, material bir şərtlə yazaram ki, raw materials sözü olsun. Bizdən products istəyir. Goods, products eyni şeydirlər də. Məhsullar, əmtəklər, mallar mənasında. Hansı? Bir dənə nümunə verib belə grain-də da. Mən o ancaq o birisinin mötərizəyə baxmışam, heç ona baxmamışdım. Dedim ki, burada da Çünki çox bunlar deyil. siz goods-la onun sinonimini axtarmamısınız. Nəyə baxmalısınız? Goods-un sinonimi, yəni products. Ona baxsaydınız tapacaqydınız. Keçək matching-ə. Okay, match aşağıda nələr var ki? Suallar çox idi ümumiyyətlə. Bundan. Mhm. Gəlin başlayaq. Burada çox səhv oldu, siz də deyəsən. Bunu bütöv işləyək. mhm. Elə İndi buradan headings başlayaq. idi Bu əsas səhvlər bəli. yes, headings'dan gəlin başlayaq. Nəyə fikir verməliyik? Explanation left behind in the mountains. Left o tərk edilir. Geridə qoyur. Yes, expansion of weapons. Yeah. Weapons, weapon silahlar. Silah. Silahların izahı yox, expansion for the weapons being left behind. Yəni dağların arxasına qoyub Silahlar üçün silahları. izahlar. Yes. Yes. Biz explanation edirlər ki, niyə dağın arxasına qoyublar silahı? Physical Sonra bir dənə difficulty physical çəkirlər. difficulty. Burada yıxılma falan belə sözlərdən istifadə oluna bilər, düzdür? Explanation why less food may have been available. Nə üçün daha az yeməyə ehtiyacları var idi? Available, əlverişli idi onlar üçün. Possible to fish archaeological discovers. Yeah. Examples of items that would have been traded. Itemların nümunələridir ki, traded, yəni Ticarətə qoyulub. ticarətə qoyulub ya satılıb mənasında. Bizə nə lazımdır? Example of items. Orada nə isə sıralaya bilərlər. And reference to the pressure archaeologists are under to work quickly. Təzyiq altında işləyən arxeoloqlar. Bizə nə lazımdır deməli? Biz baxmalıyıq ki, dağların arxasında qoyulan silahlar harda qeyd olunub. Ümumiyyətlə silah varmı hansısa paragrafda? Varsa dağların Yox idi, o qədər axtardım weapon adını. Weapon'ı Varsa da sırf hansısa weapon-ı, hə. Deyəsən nəsə oxuydu, nədir, belə bir şey var idi. Sonradan o sözün mənasını bilmədiyim üçün sonradan baxanda gördüm. Yazdım weapon əvəzinə translate. silah falan verilir Yes. o zaman mənada. Reference to physical difficulties, hardakı fiziki çətinliklərdən danışdılar, onu yazarıq. Hardakı daha az yeməyə ehtiyacları var və arxeoloqlar təzyiq altındadılar, yes, və təzyiq altında ola bilərlər, mümkünlüyü. Və example of items və yenə də eyni şey. Burada elə bil ki, onların gələcəkdəki kəşf eləmələri ilə bağlı nümunələr, düşüncələr, Mümkün. mümkünlükdür. Yes, burada isə onların təzyiq altında olmasıdır. Gələcək olanı heç oxumayıb, mən axırıncı yazmışdım, o da axırıncı cümləsi idi. Bu 17. Bəli. Yes, bu Orada deyir ages. ki, in years to come, ən axırda deyir, ən axırda. Mən də onu fikirləşməyə götürüb baxırdım. Years to come. Siz də belə yazmışdınız, Nərmin xanım. Bəli, bir dənə elə onu düz yazmışdım. Gəlin birinci buradan başlayaq. One word only. Bir dənə söz lazımdır bizə. Bunu işləyə paralel gedir. Bunu yazırıq, sonra bunu yazırıq. Oxuduğumuz paragraflarda yuxarıdakını işarələməyə çalışırıq. Interesting finds at archaeological site. Aha, burada adların çəkib də animal skins and textiles. Nasıl examples of item? No, bu trade'dir ya. Okay. Bu hissə harda ola bilər? Rehabilitate protection. Bizə lazımdır bu animal skins və textiles hissəsi. Bu? Materials like textiles. Burada. Yes, oradan başla. Bəli. Ya. İndi bura nə yaza bilərik? Deməli, arxeoloqlar Mikroorqanizmlər. çox tez-tez kəşf olunan bir şeylər deyildi. Onların nəyə qarşı protection'a az idi? Mikroorqanizm. Yes, unless they are protected. Unless they Organism. are protected. Organism cəmdə yaz. Okay. Bu ümumiyyətlə burada nədən danışırıq? Sürətlə oxusaq. Nədən danışırlar burada bizə o lazımdır? İkinci sətri deyirsiniz. Yəni abzası. Bir variantda nə danış? Paralel getmək budur da. Deyirik Yes, ki, organic materialsda nədən organic material. danışırlar? Ümumi Mikroorqanizmlərdən qorunmadan danışılır, sonra climate change-dən danışılır. Hansı ki bu buzla örtülüb dünyanın ətrafında buzun climate change. Elə bir
buzların dünyanı kaplaması deyim, climate change-ə gətirib çıxarır falan. Nəsə biraz səhv dedim eləyəsən. Glacial means glacial. Yox, düz deyirsiniz. Climate change. Glacial archaeology, yes. Nəsə belə bir şeylərdir. İndi bir dənə baxım görüm. Bir dəqiqə baxım məndə. Extreme cold var burada. One reliable way to keep artifacts relatively fresh for a few thousand years. Əvvəllər, deməli, min illiklərlə saxlamaq üçün buradakı soyuq hava yaxşı idi. Elə bil ki, artifacts, oradakı əşyaları saxlamaq üçün havanın soyuq olması onların xeyrinə idi. Amma sonradan nə olur? Degradation, bu materiallarda çökmələr hiss olunur, yes? Yes. Archaeologists need to raise the clock to find new revealed artifact, preserve them. Onları qorumalıdırlar, onları öyrənməlidirlər. If something fragile dries and wind blow, it might vary some lost science. Next no and remember. Deməli, arxeoloqlar nə olmalıdırlar? İşlərində sistematik olmalıdırlar, dəqiq olmalıdırlar. Cəld olmalıdırlar. Sistematik nə deməkdir? Dəqiq, cəld. Archaeologists have to be systematic. Pressure archaeologists are on to work quickly. 19-a aid eləyərəm bunu. Bilmirəm düzdürsə. Yes, yuxarıdakılara baxım uyğundur bu. Nəysə dağın Aslında bayaq arxasına qoymaq. oxuyanda ağlıma gəldi o. Yaz onu yessə buna uyğun olar mı? Bir dənə baxım. Yeməkdən danışdıqmı? Yox. Physical difficulties varmı burada Elvira xanım? No. Dağların arxasına nəysə qoymaq varmı? Yes. Bir də trade'dən də danışmırıq. Keçirik o bir hissəyə. A team of archaeologists have been working in mountains, dağlar. Hardadır görəsən bu? Auckland'ın Recovered atom tapılanlar, artifacts. Norway, Nəsə Auckland. tapıblar, ya. Haradır baxım. Sırayla Peki gedək. Auckland oradadır. Hə, Elə bu. ilk cümlədən başlayır. Ha, Auckland, ya. Nə Yes. tapıblar orada? Through these mountains and Rain'də. Rain'de. Mən orada Mountains'dan, Highest Mountains'dan sonra deyəsən bir dənə oydu da mənim səhvim. Yadıma belə bir şey gəlir ki. bu burada bilirsiniz congregated. Bu toplanmaq deməkdir də gather. Nə toplanıb? Yes. Rain'de. Rain'də nədir heç onu bilməmişdim deyə. Maral. Reindeer maral, şimal maralı. Ben Reindeer. Rain'də. maral. Deer də maraldır, şimal maralı reindeer olmalıdır. O yeni Ay, tamam, ben sözleri sözüm. var idi. Onun içinde var. Yes, reindeer. Hmm, Şimal bilmiş maralı. oldum. İndi C variantını sürətlə oxusaq nəyə aid eləyərik? Biraz uzundur, amma əsas hissələr var orada. Mən bir dənə hesabıma baxım. Siz onu oxuyana qədər. Ben burada field is hard work. Hiking with The all follow our the equipment dish. olan hissəyə görə götürüb under pressure yazmışdım desin. Bir daha mən baxım. Over 9-year period, team of archaeologists. Slow but steady movement. Field work, hard work. Hard work. Difficulties ola bilər. Çünki o C hamısına aiddir. Hard work, hiking to equipment. Yeah. Difficulties. Yes, Yes, physical yes. difficulties. Yes, Ben de gördünüz. ama ben in pressure yazmışdım hard work'a göre. Impression nədir ki? Nə İşarə. təsir altında, təzyiq altında. Hı. Bu Amma sistematik tamam. hissəsi idi, B-də idi. Onu dedik, yes. Have to be systematic. Ya Yeah. aslında eyni cümləni tapmışam, prosta başqa şey yazmışdım. Diqqətli olmalıyıq. Sonra nə deyir? Avoid being attacked nəyin hücumundan qorunmalıdırlar? Yerin altında. Insect. Orada elə bir cavab olmaydı. Bilmirəm, yazdıqlarım prosta Bəli, yadımda elə qaldı. Bu beating insects işləməsi Bəli. ya. Yes. Keçirik indi baxın, oy. Paralel işləmək budur, gördünüz? Paralel işləyişdə yuxarını da yazırıq, aşağını da indi bura gəlirik. Bu tip testlərdə belə eləməliyik. Okay, bizdən nə istəyir? 2 dənə statement var ki, Barrett'ın timinin kəşfləri haqqında verilib. Ya daha çox yüksək dağlarda tapılıb bunlar. Hansı ki, burada limitli şəkildə skiing equipment, skiing Təzəkkür. yes. Bunların əşyaları limitli şəkildə olub, ona rəğmən daha yüksəklərdən tapıblar. Artifact nə deməkdir? Tapılan məlumat, Tapıntılar. tapıntılar, yes. Hunters went into the mountains even during period. Yəni soyuq havada da bu ovçular gedirlərmiş dağa.
Baxacaq ki, varmı? Komandalar gedibmi yoxsa yox? Okay, number of artifacts from certain time periods were relatively low. Müəyyən dövrlərdən gedir. Orada müəyyən bir vaxta verə bilər. Aşağı olub. Yes. Radiocarbon dating to artifacts of artifacts produce some unreliable results. Güvənilməyən nəticələrdən gətirib çıxarıb. Radiocarbon dating artifacts. Yes, onun istehsalı. Və more artifacts were found in upland. Müqayisə dərəcəsi var. Mən müqayisə dərəcəsi olanda çox vaxt götürmürük, amma yenə də baxarıq. Gəlin baxaq Barrett'in timi haradır? Hardadır o? Deyək ki, İ variantından başlayıb Barrett'in team. Bunu oxuya-oxuya baxacaq ki, hansına da uyğundur. Oldu mu? Məncə bunun əvvəllərdə də var. Niyə? Baxaq buna. Bundan əvvəldə nədir? Baxaq. Barrett yoxdur, C-də var Barrett sözü. Barrett team deyir bu. Kim? Bir an baxın, çaşdırmayın da bizdən komandanı istəyir. Mən də bütün mətni oxumuşam. Bizə lazımdır ki, tim nə iş görüb, nə edib. Nə edib? Compare those dates to timing of major environmental changes. Vaxtın müəyyən environmental changeləri ilə müqayisə eləyib, düzdür? Hava Yes. durumlarına deyir cooling or warming and major social economic shifts. Müxtəlif mövzulara toxunub da, düzdür? Trade networks, Viking Age-nə aid. Viking Age bəlkə bizim üçün xüsusi bir müddəti göstərir. Amma hava durumunu deyir. During those time, bu vaxtlarda aktiv olublar dağda. Və işarə də olmayıb bu aktivlər. Amma ki, orada nəsə bir işarə yoxdur ki, onlar aktiv olub ya yox. Bununla bağlı bir sayın görə bilmirik. Və biz burada nə götürə bilərik? Ya D ilə C, B, C, D uyğun gəlir. Extreme cold yox idi orada. Nəsə yazmağına yazmışam ya. Deyəsən düz Hayır, yazmamışdım. mountain var. Müqayisə elədikmi? Hansı dağ yüksəkdir? Yox. Nə dediniz Nərman xanım, eşitmədim. Bir dəqiqə baxıb dəqiq deyirəm. Görüm mən nə yazmışam. Məncə B, D də ola bilər, B, C də ola bilər. Baxın necə tapırıq bunu. High mountain dedikmi? Müqayisə elədikmi? Yox, bunu atdıq. Dedikdə hansı soyuq havada işləyirdilər? B-ni götürə bilərikmi? Bəli. Müəyyən vaxtlar Viking vaxtından falan trade aid nələr tapılıb, düzdürmü? Müəyyən vaxt Viking vaxtı yəni. Yes, B-dir də, B-dir. B və, Extreme cold. B və C olar yəni. C. Certain time. Yeah. Radiokarbon nə? Radiokarbon hardadır? Eləyən birinci cümlədə yazılmışdı, amma Yo, orada onu demir ki, unreliable results falan demir. Not given əslində o cümlə. Əla. Yes, not given. Yes. İyi də. Görmüşdüm amma gördüm yerə bir şeydən danışmır adı olsa da. Gəlin baxaq yuxarıda bu nəyə aiddir? Biz nədən danışdıq? Məncə təxmin edə bilərsiniz. Bu Baxaq. nədən danışdı? Environmental changes. Dağlar Environmental changes əgər. Yox. Bu deyil. Left Behind in the Mountains danışmadıq. Bu yeməkdən danışmadıq. Dəyişikliklər varsa nə ola bilər ki? Bu da deyil. heç biri Yox. deyil. Heç biri. Orada 8-ə. İndi keçirik bura. Hansı Viking Age haqqında statement doğrudur, düzdür? Age hardadır ki, de bura. Orada da var amma o əsas oradan başlamır. Aşağıda Viking Age-dən sırf danışdığı yer var çünki. De orada. Many of the artifacts Barrett's recovered beginning of the Viking Baxaq Age. nədən danışırlar. Deməli 700-cü ildən 900-ə qədər gedib, düzdür? Vaxtı veriblər bizə. Trade Network Connecting Scandinavia. Avropa ilə Skandinaviyayı, Avropa vasitəsilə Skandinaviyada Yes. trade connection yaradılıb və Middle East were expanding around this time. We usually think of ships when we think of Scandinavian expansion. Skandinaviyanın zəbti ilə əlaqəli bizim ağlımıza gəmilər gəlir. Bu discoverylər nəyi göstərir? Müxtəlif nələrsə goods mallar overland routes başqa yerlərə köçürülüb. Yes? Yes. Yuxarıda nəsə var idi elə bir. Yuxarıda nəsə bir şey var idi. Trade deyirsiniz. Yes. Ticarət falan ola bilər. Məsələn, köçürülüb dediniz. Yes, məncə 18 şey olar. Siz də belə yazmısınız? Yox, prosta indi tapdım. Yes. Yəni burada avtomatik görən kimi ağlına gəldi ki, o ola bilər. Bu Yes. paralel işləmək budur. Bir dənə də tək video çəkim mən paralel işləmək. Nəysə bunlar axı malları falan keçirdiblər, başqa ölkəyə ticarət ediblər. Booming demand for hides to the code. And flares to make use of things like comps. Bu comp şeydə də daraq. Daraqlar düzəldiblər. Nə idi? Unclear.
Ant qarışıq. Antler, maralın boynuzu. Antler. Maralın boynuzuna nə düzəldiblər? Daraq düzəldiblərmiş. Business must have been good for hunters. Kimlər üçün yaxşı idi bu biznes? Hunters, yes? Ovçular üçün. Sırf elə bir cümlə var idi, mən biləm. Hunters at this time benefited from Yeah, demand yeah. for Bir də goods. nədən danışdıq? Bir də Bir də mən inkar var ha, also. yes. Not rely on yox. Nə, hansıdır? Rely on ships on. Yeah, tək güvənmirlər Hə gəmilərə. də, bəli. Okay. Çünki nəsə orada başqa şeylər də var idi. Sırf elə bir şey yox idi məncə. Bir dənə baxın. Yes, dağlardan Not ötürü. rely on. Yes. Yes, gəmi ilə göndərilmir. Çünki deyir, baxmayaraq ki, inkar verir ki, gəmi ilə göndərilmir ya. Yes. Burada məsələn onu çıxdım ki, beginning of the periods'da the greatest var. Dedim false olacaq böyük ehtimal. Çoxaltma dərəcəsi istifadə olunur falan belə düşündüm. Yeah, Norwegian towns at this time attracted traders. Bu belə bir şey var mı? Attracted from around Attract the yox. world. Attract yoxdur, not given. N- So No. are primarily interested in their trading links with the Middle East. Interested, no. Maraqları Heç elə bir şey deyil. ilk dəfədə Middle East'də deyildi Var, maraqları. bəli. Buradan Sonradan elə yaranıb, baxın. Middle Birinci East. Skandinav, Onu birinci görmüşəm. Skandinaviya idi, düzdür? Yes. Aha, bir də nə qaldı bura yazmadığımız? Paralel gedəndə görürsüz tez bitiririk. 14 16 oldu. Nələri işləməmişik? Burada yuxarıda 2 dənə seçmə haqqımız var mı? Yox. Nələri işləməmişik ona baxırıq. A-nı işləməmişik. Nədən danışırıq? Ancient fields of ice shrinking as Earth's climate warms. Treasure, preserved coast ridge, ancient skills, artifacts, archives wisdom surprising. Varmı nəsə yeməkdən ya da ki dağlardan danışırıq mı? Hə. Beyni hardasa işarələmişik? Yes. Bəli. C-ni işarələmişik? Yes. D bəs. No. Hunting'dən falan danışsa weapons ola bilər orada. Yenə də baxım hansısa weapon adı da var idi özdə. Bow şeydir. Bows, hə. Deyirəm də ox. Bayaq Tamam. dedim. Ox, adı olacaq. ox, yes. Bows, oxdur. Bir də bantik mənasında olmalıdır bowsun. Hə. Bantik da ya. Ya oxdursa onda harı bu olardı yəqin. Yes, weapons. Odur da elə. Sözü bilmirdik. Burada şəxsən mən sözü bilmirdim. Amma siz bunu mənim dediyim kimi işləsəydiniz, bu sonda qalacaq. Hayır. Unutmuşdum paralel işləməni. İndi Paralel yadıma düşdü. Bir də işləməklə- belə iş çalışacağım eləyim. Mütləq elə işləyin. Həm də ki, sanki kiməsə izah edirsiniz, elə işləyin. Bir də nə qaldı bizə? İyini də işarələmişik. F qaldı. Bir dənə F-dəki Bundan danışmalıdır. haqq varmı ümumiyyətlə? Dəqiqləşdirməliyik. Sürətlə oxumalıyıq. Bax, sürətlə o belə işarələyirsiniz. Orada da imtahanda da belə oxumalısınız. Failing. Supplement. Yes, supplement failing. Supplement nədir? Yığdığımız. Agriculture harvests. Elə harvest orada gözümüzə girir. Yeah. Əslində bu ikisi də çətin deyilmiş. Reading the listening-də. Baxın, gələn dərsə mən düşünürəm ki, siz 26-sını yaza bilərsiniz. Amma diqqətli olsaz, paralel işləsəz. Birinci diqqətli olun, yazdıqdan sonra yoxlayın, oldu mu? 35 dəqiqə, okey, 35 dəqiqə yazın ikisinə. Eybi yoxdur. 30 yox, 35 dəqiqə. Amma diqqətli olun və paralel işləyin. Bunda görəcəksiniz ki, nəticə daha yaxşıdır. Gəlin baxaq. Biz birincini işləmədik də, ikincini işlədik. Birincidə nə yazmışdıq? Onun grain-i, ya. Okay. 13, 12, 2 və 15 eləyir. Başa düşdükmü? Yes. Bu dəfə az yazmışdı Elvira xanım. Bəli. Baya- Çox. 16 Bəli, yazmışdı. Mən şok oldum çünki bu o qədər də çətin, diqqətli olun. Oldu mu? Siz yəqin başlamısınız headingdən. Headingdən başlasanız həm başınız qarışacaq, həm yorulacaqsınız. Heading elə bir şeydir ki, vaxt çox aparır. Amma siz bunları işləyə-işləyə, ona görə deyirlər də readingin siz o ipucusunu tutdunuzmu? Sizə gedəcək o. Yaza biləcəksiniz. İpucusu nədir? Paralel işləmək, düzgün sualı düzgün başa düşmək, düzgün parafraz eləmək və yerini düzgün tapmaq. Bu 4 dənə hissə ilə 40 dənəsini belə yaza bilərsiniz o dərəcə. Çünki biri var ki, bilmədiyiniz şeylər gəlib sizdən soruşsunlar, speakingdə falan məsələn, bilmədiyinizdə deməyim, yəni cavab sizdən çıxmalıdır da, output skills aktivləşməlidir. Bir də var ki, yəni mətnin içində cavab verilib, siz özünüz gedib axtarmalısınız. Cavab var onun içində. Biz sadəcə axtarmalıyıq. Bu daha asandır və mən düşünürəm ki, diqqətli olsaz, gələn dəfəyə mən sizdən gözləyirəm ki, artıq sabaha da, yəni 26 reading, ən azı 35. Baxın, ən azı 35 listening. Diqqətli olun. Yazdınızmı birinci readingi?
Eybi yoxdur, qoy vaxt keçsin. Təzədən üstünə bir dənə keçin yoxlayın. Cavabı yox basmamışdan qabağa. Təzədən bir dənə yoxlayın baxın görüm düzmü yazmısınız. Bir dənə bunu dayandırım. Recording'ə. Mütləq oldu.